Gəlinlər bişiriblər. Əlbəttə. Yeniş olsun. Mən yeyə bilmərəm. Mən xoşum gəlmir. Ay qızım, bu mənim gəlinlərimin hazırladığı əla yeməklərdir. Gör nə qəşəng süfrə bəzəyiblər. Əlləri qızıldır bunların. Nə bilim, zövqlər müxtəlifdir. Mən yeyə bilmərəm. Yaşar, ata, Lalə, sən çox incə xanımdır, biraz ədəbiyyata bağlı xanımdır. Şeirləri var, şeir səsləndirir, şeir oxumağı çox sevir. Şeir deyir ya. Tutulur da. Nə yaxşı oldu. Elə bizi üçün bir oturmuşca bir dənə öz şeirlərindən birini desin. Deyin zəhmət olmasa. İndi burada şeir deyəcəm. Açığı mən şeiri xoşlamıram, amma mənim Arif qardaşım şeiri sevir. Düz demirəm? İttifaq sonuna elə bilinir. Bu yaman getdi, ata. Ay xanım, sən mənim ərimlə nə işin var? Bərəkallah, bu nə danışıqdır böyüklə? Mənim danışığım belədir. Ay qız, bu nə danışıqdır sən danışırsan? Belə danışıq olar. Biz ailəlicən yığışmışıq bura ki, səninlə tanış olmağa hazırlaşaq. Sən isə... Ay dayı, ay əmi, birincisi tanımadığınız adama sən deməyin. Düzgün deyil. İkincisi də ki, nə hazırlaşmısınız? 2 dənə yemək bişirmisiniz də. Ay qız, dayı əmi kimdir? Atam deyə məni, biraz danışma fikir ver. Bir dəqiqə, sənin sifətin niyə dərhal çöndü ki? Bilirsən nə var, bizdə alınmaz. Heç qohumlarından da xoşum gəlmədi. Bizim ürəyimiz getdi sənin üçün. Arif, sən bu qızı hardan tapırsan? Çox axtarmısan bunu? Yəqin çox axtarıb da. Nəzəm bununla tanış olduğunda bu xarakterini bilmirdi. Sənin iş olsun.